Salam, hər vaxtınız xeyir. Bu videoda sizlə həndəsənin əsas anlayışları mövzusundan son illərin qəbuluna düşmüş suallara baxacağıq. Gəlin başlayaq. İlk sualda bizdə verib AOC ilə AOB-nin fərqi 36, AOC ilə BOC-nin fərqi 48 olarsa AOC-ni tapın. Gəlin AOC-yə bir x deyək. Buradan qələmi açım. AOC bir x, AOB y, yəni x sıx y bərabərdir 36. AOC nədir? X. BOC-yə də bir z deyək. X sıx z də olsun neçə? 48. Deməli, AOC x, AOB y, BOC də z. X, y, z. Bu üçünün cəmi bizə nə verir? Üçünün cəmi də verəcək bizə 360. Çünki tam bucaqdır axı üçünün cəmi. Bunu da sistem eləyərəm. Sistem formada alt-alta toplasam x, 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 3x, y-lər silah olar, z-lər silah olar. 36, 48, 360 toplayanda bizə verəcək 400. Deməli, 444 dərəcə eləyir, səhv eləmirəmsə. 408, o da 36, bəli, 444. 444-ü də böləndə 3-ə bizə nə verəcək? 100. 144-də də 3-ə böləndə bizə verəcək 48 dəfə. 148 eləyir, bəli, 148 dərəcə. Keçək ikinci sualla. Bizdən x-in dərəcə ölçüsünü soruşur. Çox bəsit sual. Bir dənə buradan xəttimizi uzadaq. Bir dənə buradan xəttimizi uzadaq. 160. Bura deməli 20 imiş. Bura 20. Bura nə tər taparam? Demişdik, bununla bunun cəmi bizə buranı verməlidir. Elə bunun əvəzinə, yəni, laf tutaq ki, o qaydanı da bilmiriksə, xətt çəkərəm. Bura 20, bura 40, bura 40-dırsa, bura 40, bura 40-dırsa, bu birisi hissə deyir 140. Cavab B variantı. AB parçası üzərində nöqtə, onun birinin uzunluğu digərinin uzunluğunun 26%-ni təşkil edəcək hissəyə bölünür. Alınan parçaların uzunluqları fərqi 74 cm olarsa AB-ni tapın. Deməli, birinə x deyərəm. AB parçası üzərindəki nöqtə biri o birisinin 26%-ni təşkil edir. Birinə x desəm, o birisi nə oldu? 0,26x. Deyir ki, bunların fərqi x çıx 0,26x bərabərdir 74-də. 0,74x bərabərdir 74-də, x də bərabərdir 100-ə. X 100-dürsə, bura 100, burada onun 26%, yəni 26. 100 o da 26 toplayanda 126. Cavab A variantı. X-i tapın. Bununla bunun cəmi bizə x-i verir. Toplayanda 60. B variantı. 5-ci sual. Deməli, alfanı tapın. Getdik. Bura 80-dirsə, avtomatik burada 80. Bura 80-dirsə, içərisi 100. 110. Toplayanda 110. 180-dən çıxanda bu hissədə 70. Bura 70-dirsə, burada eləyər 70. Cavab A variantı. C nöqtəsi AB parçasını A nöqtəsindən başlayaraq 2-3 nisbətində bölür. AB 45 olarsa CB-ni tapın. Çox asan bir sual. AB parçası C nöqtəsi 2x, 3x nisbətində bölür. AB 45-dir, yəni 5x bərabərdir 45-dir, x bərabər 9, CB-ni tapın, 3x, 3 dənə 9 elədi 27. Bu qədər. A 120, C 130 və B-ni istəyir bizdən. Bunu da necə tapırıq? Düstur da var, amma düsturun əvəzinə elə bir dənə buradan düz xətt çəkərəm. Düsturu nə edirəm? Bura 130-dursa, burada 130. 130-un içərisi 50. 120-nin içərisi 180-dən çıxanda 60. 50, 60, 110. 180-dən də 110 çıxanda eləyər 70 dərəcə. Y variantı. 8-ci sual. Diaqramda müxtəlif düz xəttlər üzərində qeyd olunmuş nöqtələr və onların əmələ gətirdiyi şüa sayı haqqında məlumat verilmişdir. En üstəlik çıx K ifadəsinin qiymətini tapın. 2 dənə nöqtənin əmələ gətirdiyi şüa sayı 4. 3 dənə nöqtənin əmələ gətirdiyi şüa sayı, şuanın düsturu nə idi? 2. 6. 4 dənə nöqtənin əmələ gətirdiyi şüa sayı 8. Bizdən də nə istəyir? N, üstəgəl M, çıx K. Elədi, elə 12 çıx 6, 6. A variantı. ABC bizdən nə istəyir? ACK-nı tapın. ACK. ACK. Bu buzağı istəyir bizdən. Tapaq. Deməli, verilənlər ABC 120, ABC. Bura 120-dir. ADM 140-dır. Bura da 140-dır. Birinci mən bütöv bəd bucağını taparam. Necə taparıq? Düstur da var. Düsturun əvəzinə mən bir dənə buradan xətt çəkərəm.
Bunlar toplayıb 360-dan çıxa bilirik. Buradan bir dənə xətt çəkərəm, bir dənə də buradan xətt çəkərəm. 120-nin çölü eləyər 60, 140-ın çölü eləyər 40. Demək, bad neçə eləyər? 40 ilə 60-ı, bu M hərfi var ha burada. 40 ilə 60-ı toplayaram, bizə nə verər? BAD bərabərdir 100. 100-ü də tənbəldən çəkmişəmsə necə bölünər? 50, 50. Buradan da 50, o da 120, 170. Bura neçə qalır? 10. Bura 10-dursa, burada 170-dir. Cavab D variantı. 10-cu sualda OC şüası AOB bucağının tərəfləri arasından keçir. Deməli, 10-cu sualda AOB bucağımızın tərəfləri arasından keçir. AOC-nin BOC-yə nisbətini verir. Bir də AOB bucağını çəkək. Olsun elə belə bir bucağımız. Kör də ola bilər bu. Dəqiq bilmirəm. Təqribi bir bucaq çəkirəm. AOB arasından bir OC keçir. AOC-nin BOC-yə nisbəti 3x, 4x. BOC 22-dir. Onda bizdən nə istəyir? AOB-ni tapın. 3x, 4x, BOC 22-dir. 4x 22-dirsə, x bərabərdir 22 böl 4, yəni 11 böl 2, 5,5. Bizə nə lazımdır? AOB bütöv bucaq. Yəni AOB bərabərdir 7x. O da eləyəcək 7 vur 5,5. Bu da eləyər 35. O da 38,5 dərəcə. 38,5. Baxaq 11-ci suala. Uyğunluq sualıdır. Deməli, buradan bir dənə belə çəkdim. 110 çölü 70. 140 çölü 40. 40 ilə 70-i də toplasaq alfa bərabərdir 110. Ya da bunları toplayıb 360-dan çıxardım. Alfa körbucaqdır. Bura C. Alfa 110-dur və D uyğun gəldi. C ilə D-ni sevdim. Sonra burada bir dənə belə düppədüz xətt çəkdim. Buradan bura 100-dürsə, burada 100 oldu. Bura 100-dürsə, bura 80 oldu. 80, 150. 150-nin içərisi 30. 80-dən 30, 110. 180-dən də 110 çıxanda bura bizə qalacaq 70 dərəcə. İti bucaqdır. Və 70, 70 yoxdur. A getdi. 53, 37. Toplayanda deməli 90 elədir. Düz bucaqdır. Bura uyğun gəlir B. 80 dərəcə olan bir variant yoxdur. Baxaq növbəti 12-ci sualımıza. AB parçası, deməli buradan şəkil çəkim. AB parçası A nöqtəsindən başlayaraq AB parçam. AB parçası A nöqtəsindən başlayaraq C nöqtəsi ilə 4-5 nisbətində bölünür. Burada C qoyaq. Bura olsun 4x. Bura C, burada 5x. D nöqtəsi ilə isə 7-2 nisbətində bölünür. Onda D nöqtəsi təqribi bu yanlıqda bir yerdədir. D nöqtəsi ilə 7. Fikir versəz cəmi 9 verir deyə 2x yazıram. 7x, 2x yazıram. Burada AC-ni bizə verib. AC 8-dir. Onda x 2-dir. Bizdən nə istəyir? CD parçasını tapın. 5x buradır. 2x-i çıxsan bura qalır 3x. Bizdən də CD-ni istəyir. 3x-də nə olur? 3 vur 2, 6. Cavab Y variantı. Baxaq növbəti sualımıza. 13-də beta kör, qamma açıq bucaq, alfa üstəlik, beta üstəlik, qamma 300 olarsa, alfa bucağının dərəcə ölçüsünü ala biləcəyi ən böyük tam qiyməti tapın. Deməli, beta kördür, qamma açıq. Açıq bucaq neçə dərəcədir? Açıq 180 dərəcədir. Onda yazıram, alfa bərabərdir 300 çıxılsın beta çıx qamma. Alfanı istəyir də bizdən. 300 çıx. Qamma neçədir? 180. Çıx 180. Alfa da bərabərdir 300. Çıx 180 nə verəcək? 120 çıx beta. Alfanın ən böyük qiymətini istəyir. Onda biz betanın ən kiçik qiymətini qoyarıq. Yəni ən balaca çoru çıxaram. Alfa 120 çıx. Betanın ən kiçik kör bucağı neçə eləyəcək? 90-dan böyük olmalıdır. 91. 120-dən də 91-i çıxsaq bizə verər 29 dərəcə. B variantı. 14-cü sual. Deyir ki, AC böl AB nisbətini tapın. C nöqtəsi 2x, 2-3 nisbətində bölünüb. AC 2x, AB bütöv 5x. 5-də 2, 0-da 4 cavab Y variantı. Çox bəsit sual idi. 15-də C nöqtəsi AB parçasının orta nöqtəsidir.
Şəkili çəkim. Demək, bir dənə yenə AB parçamız olsun. AB. AB parçamız. C nöqtəsi bu AB parçasının orta nöqtəsidir. D nöqtəsi isə C ilə B arasında yerləşir. D də C ilə B-nin arasında yerləşir. AD A-ya, bura A-ya bərabərdir. BD isə B-yə bərabərdir. Toplu sualdır bu. DC-ni tapın, bu hissəni tapaq. DC-yə 1x deyirəm. Bura nə oldu? B üstəyəl x. Avtomatik. Burada nə olacaq? B üstəyəl x. Axı C, A, B-nin ortasıdır. Buradan nə edərəm? Bu hissəyə baxın. B üstəyəl x üstəyəl x bərabərdir A-ya. 2x bərabərdir A çıx B-yə. X də bərabərdir A çıx B bölü 2-yə. A çıx B bölü 2. A variantı bizdən yəni o x istəyirdi. Bu qədər. 15-dən sonra 16-cı suala baxaq. Bu oxşarlıq sualıdır. Gəlib düşüb bura. N-də 7-dir. B-də 7,5. Bura 90 dərəcə verib. KAD 60 dərəcədir. KAD. KAD. Bura 60 dərəcədir. Avtomatik bu hissə neçədir? 30 dərəcə. 90-ın qabağı 7,5-dirsə, daha doğrusu 30-un qabağı 7,5-dirsə, 90-ın qabağı, bura qoy 60-ı xırda yazım. 90-ın qabağı bura bütöv neçə eləyər? 15. Bura 15-dirsə, 15-dən 7 çıxsaq, bura eləyər 8. MN-i tapın. MN-ə deyərəm x. Elə çox düşünməyə ehtiyac yoxdur. 90-ın qabağı 8-dirsə, MN neçə eləyər? Bu 30-un qabağı, baxın, bu üç bucaqda. 30-un qabağı da eləyər, 8-in yarısı 4. Cavab 4. Növbəti sual 17-də x-i tapın. Deməli, 43 ilə x-in cəmi 70-dir. X də bərabərdir, 70 çıx 43, 27. Bu da hardan isbatı çıxırdı? Buradan. Bu düz xətlə bura 43 eləyirdi, burada 27 eləyirdi. 27 də bu hissə ilə bərabər olurdu. Sonra baxaq 18-ə. Yenə bu sualı düstursuz bu formada yazacağım. Bura 170-dirsə, bura elədi 10 dərəcə, 180-dən çıxdım. Buradan da bir xətti uzatsam. 10 dərəcə. Burada 60 verməlidir ki, 10 ilə 60-ın cəmi bu 70 olur. Ya da elə buradan bir xətt çəkərəm. 70-in burası 10, burası 60. Bir dənə də z-ə görə bura 60, burada 60 elədi. 60-dırsa sağ tərəf 180-dən çıxanda eləyər 120. Bizdən nə istəyir? MK Y-nə paralel PK MP-nin tənbölənidir. PK hanı? PK. PK MP-nin bunun tənbölənidir. Tənböləndirsə alfa bölərəm. Böləcəm bunu. MPY çıx MPK NPK. Yəni bunların NPK da buradır. Bu hissənin fərqini istəyir. Getdik. Bura 42-dirsə Z-ə görə burada 42-dir. Bu tənböləndə axı PK. Onda burada 42-dir. 42, 42, 84. 180-dən də 84-ü çıxsam, buraya eləyər 96. Bizdən də nə istəyirdi? MPY. MPY-ni 96 çıx tapdıq. MPK da, NPK da 42-dir. Bunların da fərqi 54 dərəcə eləyər. Baxaq növbəti 20-ci suala. Alfa, beta ilə bağlı məlumatlar var. Bura 45-dirsə, Z-ə görə beta da 45-dir. 45 ilə 115-i toplasaq, alfa da bərabər. 45 ilə 115 bizə verəcək, deməli, 20, 160. 180-dən də 160 çıxsaq, alfa da eləyər 20. Alfa 20-dir. Baxaq nə var? Beta 45-dir. Bura Y uyğun gəldi. Alfa çıx beta 70-dirmi? Xeyr. Beta 35-dirmi? Xeyr. Beta 55-dir. Fərqi də 190-dır. Xeyr. Deməli, bura bir dənə Y uyğun gəldi. Y-ni çıxaq buradan. Sonra gəlirik bura. 50-75. Gəlin buranı tapaq. 50-75, 180-dən 50-nin 75-in cəmi 125-i çıxanda neçə qalacaq? Deməli, 55. Yəni 180 çıx 50 ilə 75, 125. Qaldı bizə nə? 55. Bura 55-dirsə, deməli beta 55-dir. Beta 55-dir. İndi bu betanın bu hissəsini tapsaq, 180 çıx 55, 125. İndi bir dənə bura fikir verin. Bura 125-dirsə, avtomatik burada 125-dir. Niyə? Bu paralellik var axı. Bu uyğun tərəfi paralel olan bucaqlardır. Bu hissəsi alfa 125, beta isə 55.
İndi beta 55 hansı variantdır? Beta 55. Bura C uyğun gəlir. Bir də 125-dən 55 çıxanda bizə 70 dərəcə verəcək. 125 çıxı 55 70-dir. Bura bir də B uyğun gələcək. B ilə C getdi. Qaldı bu hissə. Deməli, buradan nə edərəm? 135 buradırsa, 360-dan çıxaram 135-i. Eləyər neçə? 225 dərəcə. 225 eləyər də burada. Baxın. 225 bəli. Alfa 225 tapdım. Sonra keçirəm betaya. İndi betanı tapmaq üçün burada nə edə bilərəm? Bir neçə xətt çəkmək mümkün olar. Baxın, mənim ağlıma nə gəlir? Buradan bir dənə belə xətti çəkərəm. Buradan bir dənə belə xətti çəkdim. Düzdür? Alfa 135-in bu tərəfi 180 çıx 135 eləyər neçə? 45. Bura 100-da, 100-ü paralel şəkildə də bura gətirsəm, betada neçə eləyər? 180 çıx 145. Elədi, 180-dən 145 çıxanda 35 qaldı. Demək, beta 35 dərəcə. Bura A uyğun gəldi. Bir də 225-dən 35 çıxanda bizə verəcək 190 dərəcə. Alfa çıx beta da 190-dır. O uyğun gəldi D. Baxaq 21-ci suala. 21-də deyir uyğun tərəfləri paralel olan alfa və beta bucaqları üçün uyğunluğu müəyyən edin. Deməli, alfanın betaya nisbəti 2/3-dür. Alfa böl beta bərabərdir 2/3. Onda burada alfaya 2x, betaya 3x dedim. Uyğun tərəfləri paralel olan bucaqları ya bərabərdir, ya da cəmi 180-dir. Bunlar bərabər olmaz deyə bunların cəmini 180 eləsəm, 5x 180 olarsa, x bərabərdir 36, alfa 2 vur 36, 72, beta da 3 vur 36, 108 eləyər. Deməli, bunların nəyi var bizdə? Bucaqların fərqi 36-dırmı? Baxın, beta çıx alfa 108 çıx 72, fərqi neçədir? 36. Bucaqlar fərqi 36-dır. Birə B uyğun gəldi, B-ni sildim. Fərqi 90 deyil, fərqi 40 deyil, kiçik 80 deyil, böyük 135 deyil. Gəldik üçüncünə. İkincinə. Bunların nisbəti 5x 4x-dir. Alfaya 5x, betaya 4x desəm, 5x üstəyə 4x bərabərdir 180, 9x bərabərdir 180 olarsa, x bərabərdir 20. 5x 5 vur 20 100, 4x 4 vur 20 80 elədi. Bucaqların fərqi 40 deyil. Bucaqlardan kiçik 80-dir. Bura D getdi. Başqa uyğun bir şey görmürəm. O birisində də alfa bərabərdir 3 beta. Dedik ki, cəmi burada 180-dir. Alfa üstəgəl beta bərabərdir 180. Alfanın yerinə yazıram 3 beta üstəgəl beta bərabərdir 180. 4 beta bərabərdir 180 olarsa, beta bərabərdir 45. Beta 45-dirsə, alfa da 3 vur 45 elədi 135. Bunların fərqi 135 çıx 45 bizə həqiqətən 90 verir. Bura A uyğun gəldi və bucaqlardan böyüyü də 135-dir. A, Y uyğun gəldi. 21-dən sonra yenə bir uyğunluq sualıdır. 22-ci sual. Bizdən alfanı, betanı taparıq. Bura 30-dursa, bunun qabağı da 30-dur. Beta 30 tapdıq. Bura 30-dursa 80. M hərfi var burada. Bu M hərfinə görə onda bura 50 eləyər. Bura 50-dirsə alfada neçə eləyər? 180 çıx 50, 130. Bizə nə var? Bizdə var alfa 110 deyil. Bunların cəmi 160-dır. Bəli, alfa üstəgəl beta biri 130-dur. O birisi də 30 cəmi 160-dır. Birə B, B getdi. Alfa 130-dur, düzdür. Bura C-də getdi. Başqasına heç baxmağa ehtiyac yoxdur. Onsuz maksimum 2 dənə uyğun gəlir. Gəldik bura. Bizdən nə istəyir? Bura 50-dirsə, beta neçədir? 180 çıx 50. Nə verəcək bizə? 130. Beta 130-dur. Bir dənə buradan belə xətt uzadıram. Bir dənə də buradan belə bir xətt uzadıram. Olacaq nə? Düz xəttimi uzadım. 70-in, demək bu 50-dirsə, buna paralel bir xətt uzatmışam axı mən. Bura 50-dirsə, bura da 50-dir. 70-in qabağı da 70-dir. Onda 70-50. Bu hissə bizə nə verəcək? 60. Burada alfa da eləyər 120. Ya da belə baxardıqda 2 daxili 50 ilə 70-in cəmi bir xaricin verir. Alfa da 120-dir. 120 ilə 130 haqqında nə məlumat var? Cəmi 220-dirmi? Xeyr. Alfa 120-dirmi? Bəli. Bura Y uyğun gəldi bir dənə. Gəldik bura. 60. Onda beta 120-dir. 180 çıx.
60. Buradan da nə edərəm? Belə də tapa bilərəm. 40, 60, 100. Bura eləyər 80. Bura 80-dirsə, burada z-ə görə 80. Bura 80-dirsə, 180 çıx 80 eləyər 100. Deməli, alfa ilə 100 ilə 120-nin cəmi bizə 220 verər. Həqiqətən də D uyğun gəldi. A heç birinə uyğun gəlmədi. Fikir verirsəz, əsasən elə uyğunluq suallardır. Bir 4 dənə burada uyğunluq sualı elə eyni formada düşmüşdü. Həndəsənin əsas anlayışlarından qəbula düşmüş suallardan da bu qədər. Videonu bəyənib kanala abunə olmağı unutmayın. İmtahanlarda hamınıza uğurlar. Sağ olun, salamat qalın.